Rəssamlar duyğuları sözlərlə deyil axı, rənglərlə çatdırırlar. Bax, o əsərinizin dominant rəngi hansı olacaq və bu rəng hansı emosiyanı, hansı ideyanı ifadə edəcək? Kamran Həsənov Rəssamlar İttifaqının sədri olmasa da cavab verəcək. Təşəkkür edirəm. Realizm yox, mən sürrealizmi başlamışam məktəbdə. Yadımdadır, müəllim bizə deyəndə ki, bir natürmot çəkin. Çəkilmə sonra baxdı. Natürmont? Bəli, natürmotu dedi. Mən də çəkdim. Oradan da sürrealizm demişim. Sürdü mənim sinifdə. Sürdü məni. Marilyn Monroe ya Monica Bellucci, Fərid bəy? Marilyn Monroe. Marilyn Monroe ya Arnella Muti? Marilyn Monroe. Biz nəsə uzatdıq bunu. Belə gedəcək Salma Hayek'a, Catherine Zeta-Jones'a. Fərid bəy, sən... Salma Hayek. Mənə bax, Bellucci seçmədin, Monroe'nu seçdin. Seçilən dalğa təptəzə səhər şousu davam edir. Təptəzə şou, təptəzə adrenalin.